Hər qatında sevgi, hər tikəsində ləzzət var. Bu gün mətbəximdən ev üsulu yumşaq, ətirli, ballı tort sədaları gəlir. Tortun hazırlanmasını kremdən başlayırıq. Bir qazana süd, şəkər tozu, yumurta və vanil də əlavə edib çırpıcı ilə qarışdırırıq. Ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd etmişəm. Daha sonra üzərinə un əlavə edib, ocağın üzərində qarışdıra-qarışdıra krem qatılaşana qədər bişiririk. Krem qaynadıqdan sonra 1 dəqiqədə bişirib ocaqdan götürürük. Tez soyması üçün ayrıca bir qaba töküb üzərini streclə örtürük və otaq temperaturuna qədər soymasını gözləyirik. İndi isə yumşaq kərə yağını mikserlə ağarana qədər çırpırıq və qatılaşdırılmış südü də bura hissə-hissə əlavə edib çırpmağa davam edirik. Mən bu reseptdə 2 krem hazırlayıram. Gördüyünüz kimi bişmiş krem və yağlı krem. Daha sonra bunların ikisini birləşdirəcəm. Çox gözəl, ləzzətli bir krem alınacaq. Artıq bişmiş kremimiz də otaq temperaturuna kimi soyuyub və bunu da hissə-hissə yağlı kremə əlavə edib mikserlə çırpırıq. Xəmir üçün əridilmiş kərə yağın üzərinə şəkər tozu, bal əlavə edib ocağın üzərində qarışdıra-qarışdıra şəkər tozu tam əriyənə qədər bişiririk. Şəkər tozu əriyəndən sonra sodanı əlavə edib karamel rəng alana qədər qarışdıra-qarışdıra bişiririk. Yumurtaları da bura əlavə edirik, sonda isə unu hissə-hissə əlavə edib qarışdırırıq. Nəticədə belə bir yapışqan xəmir alınır. Qətiyyən bu xəmirə daha çox un əlavə etməyin, çünki o zaman yuxalarınız bişdikdə quru alınacaq. Masaya biraz un səpib xəmiri toparlayırıq və 7 bərabər kündələrə bölürük. Hər kündəni masanın üzərində bacardığımız qədər nazik yayırıq. Mən tortu düzbucaqlı formada hazırladım. Siz istəsəniz yumru formada da kəsib hazırlaya bilərsiniz. Daha sonra soba listinə yerləşdirib artıq qalan kənarlarını kəsdim. Videonun sonunda onları tortun üzərini və kənarlarını bəzəmək üçün ovuntu hala gətirib istifadə edəcəm. Onu da qeyd edim ki, soba listimin ölçüsü, yəni ancaq iç hissəsi 30-un 26-yadır. Üzərini çəngəl ilə deşləkləyib əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 5 dəqiqəyə bişirdim. Budur, artıq yuxalarımız hazırdır. Onları da tam soyuduram və artıq qalan kənarlardan bir balaca yuxa hazırladım. Amma sonra düşündüm ki, bu bütün torta bəs etməyəcək. Ona görə üzərinə biraz da qoz əlavə edib hamısını birlikdə blenderlə üyütdüm. İndi isə keçirəm tortu yığmağa, yuxaları üst-üstə qoyub aralarına krem çəkirəm və yuxaları islatmaq üçün sadəcə süddən istifadə edirəm, yəni südə şəkər tozu qatmıram. İndi isə kənarlarını kremləyirəm, sonda isə ovuntu ilə tortun üzərini və kənarlarını bəzəyirəm. Tortu 5-6 saat otaq temperaturunda saxladıqdan sonra bir gecəlik soyuducuya qoydum. Və budur, möhtəşəm, yumşaq ballı tortumuz hazırdır. İndi isə çayı dəmləyin, dadına baxma vaxtıdır. Bu reseptlə hazırlanan tort hər zaman uğurlu alınır. Əgər resepti bəyəndisə, videonu bəyənməyi, yaddaşa verməyi və ballı tort sevən dostlarınızla paylaşmağı da unutmayın. Evinizi bal ətri, süfrənizi isə bu gözəl tort bəzəsin. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik.